Salam əziz müəllimlər, bugün sizinlə oduncaqdan olan detalların hissələrinin birləşdirilməsi mövzusu haqqında öyrənəcəyik. Gəlin əziz müəllimlər, keçək mövzumuz. Deməli, oduncaqdan hazırlanan məlumatın detalları mismar, şurov və yapışqanın köməyi ilə birləşdirilir. Elə testlərdə də bu şəkildə düşür ki, oduncaqdan olan detalları biz nəyin köməyi ilə birləşdiririk? Təbii ki, götürəcəyik mismar, şurov və yapışqanın köməyi ilə. Hətta burada mismar birləşməsi haqqında məlumat verilib. Gəlin görək mismar birləşməsi nədir? Onlar haqqında biraz məlumat alaq. Mismar ümumiyyətcə 3 hissədən təşkil olunub. Yəni başlıq, mil və uç hissəsi var. Deməli, testlərdə bu şəkildə bizə versə ki, mismar hansı hissələrdən təşkil olunub? Götürəcəyik başlıq, mil və uç hissəsi var. Və təyinatından asılı olaraq mismarlar başlığının formasına, uzunluğuna və diametrinə görə seçilir. Bu nədir? Bunu bu şəkildə yadınızda saxlaya bilərsiniz ki, mismarda budur. Çünki birazdan bir məsələni də qeyd edəcəm orada. Yəni sizin qarışdırmamağınız üçün bunu mən sizin diqqətinizə bu şəkildə çatdırıram ki, açar sözünü yadınızda saxlayın. Mismar özü 3 hissədən ibarətdir. Başlıq, mil və uç hissədən ibarətdir. Və təyinatından asılı olaraq mismarlar başlığının formasına, uzunluğuna və diametrinə görə fərqlənir. Yəni biz mismarı seçən zaman işimizə uyğun bir mismar seçməliyik. Bəzi mismarlar var ki, betona vurulur, bəziləri var ki, onlar da demək oduncaq materiallarına vurulur. Bunlar ona görə deyir ki, təyinatından asılı olaraq. Yəni hər şurub eyni formada və yaxud da ki, eyni başlıqda, uzunluqda olmadığına görə biz yəni bunları nəzərə alıb mismarlarımızı seçirik. Daha sonrasında mismarlama əməliyyatı nədir? Onun haqqında burada qısa bir demək ardıcıllıq verilib. İstəyirəm onu sizin nəzərinizə çatdıram. Mismara vurmamışdan ilk öncə onun deməyə yeri nişanlanır. Bu bizim birinci mərhələmiz olacaq. İkinci mərhələ odur ki, nazik detal qalın detala vurulur. Bəzən elə testlərdə bu ayrıca bir test sualı kimi salınır ki, qalın detal nazik detala vurulur mismarlama zamanı. Təbii ki, bu yanlışdır. Biz nazik detalı qalın detala mismarlayırıq. Ona görə bu şəkildə gedəcəyik. Yəni, birinci mərhələmiz oldu. Mismar vurulan yer nişanlanır əvvəlcədən. İkinci mərhələ gələcək. Nazik detal qalın detala vurulur, yəni mismarlanır. Üçüncü mərhələmiz o olacaq ki, biz çəkici elə tutmalıyıq ki, əlimiz dəstəyin ucundan ən azı 20-30 mm məsafədə olsun. Yəni, bu oldu bizim üçüncü mərhələmiz. Hətta kitabda qeyd apara bilərsiniz özünüz üçün. Yəni, mən bu şəkildə izah edəndə kitabınız yanınızda olsun ki, orada müəyyən məqamlar var ki, burada verilməyib. Mən onları sizin nəzərinizə çatdırıram. Siz də onları kitab üzərində qeydlərini apara bilərsiniz. Birinci mərhələmiz nişanlayırıq. İkinci mərhələdə nazik detalı biz qalın detala mismarladıq. Üçüncü mərhələmiz o olacaq ki, mismarlama zamanı əlimiz demək dəstəyin ucundan ən azı 20-30 mm məsafədə olmalıdır. Bu özü də ayrıca bir test sualı kimi gəlib düşür ki, əl dəstəyin ucundan ən azı nə qədər məsafədə olmalıdır? Götürəcəyik 20-30 mm. Yəqin ki, aydın oldu müəllimlər. Burada biraz səliqəsiz oldu. Yəqin amma başa düşərsiniz. Daha sonra keçək digər hissəyə, davam edək. Deməli, əlimiz dəstəyin ucundan ən azı 20-30 mm məsafədə olmalıdır. Bəli, bunu bildik. Bu bizim oldu üçüncü mərhələmiz. Daha sonra gəlir bizim dördüncü mərhələmiz. Yəni, çəkicin köməyi ilə biz əvvəlcə mismarın baş hissəsinə yüngül zərbələr vururuq və mismarın oduncağa girdiyini hiss etdikdə həmin əl, yəni sol əlimiz yığışdırılır və daha möhkəm zərbələrlə iş tamamlanır. Deməli, müəllimlər, burada düzdür. Rəqəmlər qeyd olunmayıb bunlar. Amma burada müəyyən bir baxanda baxırsınız ki, müəyyən bir ardıcıllıq var. Testlərə də gəlib düşmək imkanı çoxdur bunun imtahanında. Deməli, bizdən soruşsa ki, mismarlama zamanı mismarlama birləşməsini biz hansı ardıcıllıqla yerinə yetiririk? Təbii ki, götürəcəyik birinci nişanlanır, daha sonra nazik detalımız. Qalın yox, nazik detalımız qalın detala mismarlanır. Üçüncü mərhələ o olacaq ki, bizim əlimiz dəstəyin ucundan ən azı 20-30 mm məsafədə olsun. Dördüncü mərhələ əvvəlcə mismarın demək başlıq hissəsinə çəkizlə yüngül zərbələr vururuq və gördük ki,
Həmin mismar oduncağa girdiyi təqdirdə biz onu hiss etdikdə artıq sol əlimiz yığışdırılır və biz möhkəm zərbələrlə işi tamamlayırıq. Yəqin ki, bu hissəsi aydın oldu. Bizim oldu mismarlama əməliyyatının ardıcıllığı. Daha sonra digər bir məqamı sizin nəzərinizə çatdırım. Deməli, mismarı vuran zaman mismar əyilərsə nə etmək lazımdır və yaxud da ki, detalın digər tərəfindən çıxarsa. Əgər mismarlama zamanı mismar əyilərsə, onu mütləq kəlbətinlə, bildiyimiz kəlbətinlə və yaxud da ki, çəkicin ağzında xüsusi bir yarıq hissə var. Onun köməyi ilə çıxartmaq lazımdır. Bu mismarın əyilməsi zamanı biz bunu edirik. Yəni, mismarı vurarkən gördük ki, bu mismar əyildi. Əgər əyilmə baş verdisə, biz onu mütləq kəlpətinin köməyi ilə və yaxud da ki, çəkicin ağzında, demək, onun xüsusi ağızlıq hissəsi var, yarıq. Biz onun köməyi ilə onu çıxartmalıyıq. Bu əyilmə zamanı olur. Bəs deyərsiniz ki, müəllim, hissələri birləşdirən zaman mismarlama apardıq. Mismarın köməyi ilə həmin əməliyyatı aparmağa çalışdıq və mismar digər hissədən çıxdı. Oduncaq parçasının digər hissəsindən çıxdı vurarkən. Onda nə etmək lazımdır? Təbii ki, onun demək, alt hissəsinə bu zaman biz qoyuruq metal sağanaq. Metal sağanağın demək, çevrəsi boyu onu əyirik. İndi düzdür, burada elə şəkil 1 ilə 2-yə baxsanız, burada göstərilib hal-hazırda. Deməli, bizim əgər mismarımız əyilərsə, əyilmə zamanı nə etmək lazımdır? Dedik ki, kəlbətinlə və yaxud da ki, çəkicin ağzındakı xüsusi yarığın köməyi ilə biz onu çıxartmalıyıq. Burada şəkil 1-də göstərilib, B və C-də. Bəs biz mismarlama əməliyyatı aparan zaman pəstahın digər tərəfindən mismar çıxarsa onda nə edirik? Təbii ki, metal demək, sağanağın çevrəsi boyu onu əyirik və onu yenidən həmin oduncağa vururuq. Bu bir tərəfdən də həmçinin görülən işin möhkəmliyini artırır. Bax, testlərdə düşər ki, mismarla birləşmə zamanı görülən işin möhkəmliyini artıran demək, hansı əməliyyat oldu? Deməli, götürəcəksiniz ki, əgər mismar pəstahın biz vuran zaman digər hissəsindən çıxarsa, əlbəttə ki, onu metal sağanağının çevrəsi boyu əyirik və onu təkrar həmin oduncağa vururuq. Və bunun sayəsində bizim gördüyümüz işin etibarlılığı, yəni möhkəmliyi artır. Yəqin ki, bu aydındır. Bir də müəllimlər, mismarlama zamanı dedik ki, mismar əyilərsə, biz onu kəlbətinin ağzındakı xüsusi yarığın və kəlbətinin köməyi ilə çıxarırıq. Bunu edən zaman ümumiyyətcə həmin pəstahın səthini zədələməmək üçün biz ora taxta parçası qoyuruq. Çünki kəlbətin və çəkicin başlıq hissəsi, yəni onların metal hissəsi bizim pəstaha zədə yetirməsin deyə biz onun altına altlıq taxta qoyuruq, yəni taxta parçası. Yəqin ki, bu aydındır. Daha sonra keçək mövzumuzun digər hissəsinə. Şurup birləşməsi. Bayaq mismar birləşməsi haqqında məlumat aldıq sizinlə. Gəlin indi öyrənək görək. Şurup birləşməsi nədir? Şurupların birləşməsi zamanı mismarların birləşməsindən deməyə bunlar daha etibarlıdır. Belə testlərə də bu şəkildə düşür ki, hansı birləşmə daha etibarlıdır? Təbii ki, götürəcəyik mismar birləşməsi yox, şurup birləşməsi daha etibarlıdır. Şurup da təyinatından asılı olaraq başlığının formasına, daha sonra uzunluğuna və qalınlığına görə fərqlənir. Bayaq yadınızdadırsa, mən qeyd etdim ki, mismarlar təyinatına görə başlığının formasına, daha sonra uzunluğuna və dedik ki, diametrinə görə seçilir. Şuruplarda isə başlığının formasına, daha sonra uzunluğuna və qalınlığına görə seçilir. Sadəcə bunun mismardan fərqi ondan ibarətdir ki, mismarda verilir diametr, şurupda verilir qalınlıq. Şurupu da siz bu şəklində yadınızda saxlayacaqsınız. Deyirsiniz ki, müəllim, axı burada böyük bir fərq yoxdur. Bəli, əslində qalsa böyük bir fərq yoxdur. Amma testlərə bu şəkildə salırlar. Müəllimlər də bəzən diametr hansında idi, qalınlıq hansında idi qarışdırırlar. Ona görə açar məqam olaraq siz bunu bu şəkildə yadınızda saxlaya bilərsiniz. Deməli, müəllimlər, şuruplar da 3 hissədən ibarətdir. Onlar demək, başlığı var, yəni başlıqdan, vin şəkili mildən və 3 hissədən ibarətdir. Mismarlar da 3 hissədən ibarətdir, şuruplardır. Amma şuruplarda sadəcə mil hissəsi var, mismarlarda. Şuruplarda isə vin şəkilli, yəni onların mili adi mil deyil.
şəkilli olur. Ona görə də biz bunu bu şəkildə götürəcəyik. Niyə bunda adi mil yoxdur? Çünki fikir verirsinizsə, şurupları vuran zaman həmin vintlərin sayəsində biz daha da demək rahat şəkildə vurub onu bərkidə bilirik. Yəni bununla ötəridir ki, oduncağı rahat vurulsun, bərkidilsin. Yəqin ki, aydındır fikrim sizlərə. Şuruplar başlığının formasına görə 3 cür olur. Deyirsiniz ki, hansılardır? Gəlin baxaq. Şurupların başlığı yarım dairəvi ola bilər, gizli və yarım gizli olur. İndi birazdan onların şəkilləri ilə də tanış olacaq. Diqqət düşmüş suallardan biridir. 3 cür olur. Yəni yarım dairəvi, gizli və yarım gizli. Ən geniş yayılmış demək şuruplar isə gizli şuruplardır. Köhnə kitablarda əvvəllər yarım gizlini verirdi, amma indi isə gizlini verir. Ona görə elə biz də yeni kitaba əsasən bunu götürəcəyik. Daha sonra müəllimlər keçək digər hissəyə. İstəyirəm digər hissəni də sizin nəzərinizə çatdırım. Şuruplama əməliyyatı nədir? Demək, şuruplama əməliyyatını biz həyata keçirən zaman şuruplama əməliyyatı zamanı biz burğu ilə şurupun başlığı üçün yuva açırıq. Yuva açdıqdan sonra uyğun vint açanın köməyi ilə şurupu bərkidib bağlayırıq. Bu nədir? Bəzən elə bu testlərə də bu şəkildə düşür ki, şuruplama əməliyyatı nələrdən ibarətdir və onların başlığı üçün demək, hansı alətin köməyi ilə yuva açılır? Təbii yolda götürəcəyik şuruplama əməliyyatı burğu vasitəsilə biz onun şurupun başlığı üçün deşiyi açırıq, yəni yuva açırıq. Daha sonra uyğun vint açandan istifadə edib burma əməliyyatını həyata keçirib işi bitiririk. Yəni bu əməliyyatdan ibarətdir. Sadəcə elə burada da bizə qısa bir əməliyyat göstərilir. Daha sonra elə şəkil 3-ə baxsanız burada göstərilir. Bayaq dedik ki, şuruplar başlığının formasına görə 3 cür olur. Dedik, yarım dairəvi, gizli və yarım gizli. Bu miqə düşmüş suallardan biridir. Müəllimlər bəzən bunları qarışdırır. Amma burada qarışdırılacaq bir məqam yoxdur. Ümumiyyətcə, baxın müəllimlər, yarım dairəvi budur. Bu şurupdur. Deyirsiniz ki, niyə bu yarım dairəvidir? Əgər bunun digər hissəsi də olsaydı, yəni hal-hazırda şəkildə bu şəkildə görürsünüz. Amma bunun demək yarısı yoxdur. Bu yarım dairəvidir. Və bunu biz pəstah üzərinə birləşdirən, yəni bərkidən zaman bu görsənir. Onun çoğu deyirik yarım dairəvi. Yəni bax təsəvvür edin ki, bu pəstahdır və biraz səliqəsiz oldu. Onu nəzərə alarsınız. Deməli, yarım dairəvi bizim bərkidiyimiz detal üzərindən görsənəcək. Yarım dairəvi şəkil demək, üstdə görürsünüz A-da. B-də isə gizli görsənir. Yəni, mən bunu şagirdlərimə də bu şəkildə izah edirəm ki, onlar fikir verirsiniz, detala bərkidilərindən sonra artıq görsənmir. Ona görə, görürsünüz, yarım dairəvidə görsənir, amma gizlidə görsənmir. Ona görə burada dedik ki, gizli şuruplardır ki, onlar demək, detal üzərindən görsənmir. Bəs deyirsiniz ki, müəllim, yarım gizli nədir? Yarım gizlini də mən bu şəkildə izah edirəm ki, bax, bu gizlidirsə B-dəki. C-dəki yarım gizlidir. Təsəvvür edin ki, C-dəkinin üst hissəsi, yəni, bax, bu hissəsi olmasa, yəni, bu hissəsini nəzərdə tutub deyirəm, bu hissəsi olmasa, baxın, gizli şurupa bənzəyirmi alt hissəsi? Təbii ki, hə, bu şagirdlərimə də bu şəkildə izah edirəm ki, yəni, uşaqlar, bunu bu şəkildə yadınızda saxlayın. Bunu gördüyünüz təqdirdə B-dəki gizlidir, A-dakı yarım dairəvidir, çünki detalın üzərindən görsənəcək müəyyən qədər. Daha sonra C-dəki isə yarım gizlidir. Əgər biz onun yuxarı hissəsi olmasa, bax bu hissəsi olmasa, aşağı hissəsi gizli şurupa bənzəyir. Ona görə deyir ki, yarım gizli. Görürsünüz, çünki üzərində biraz da yarım hissəsi var. O da detalın üzərindən görsənir. Ona görə də biz bunu bu şəkildə izah etmiş olacağıq ki, şuruplar başlığının formasına görə neçə cür olur? Gizli, yarım gizli və yarım dairəvi olur. Yəni bunu bu şəkildə yadınızda saxlayın. Bir də burğulama zamanı şurupu deyirsiniz ki, biz hansı istiqamətdə vururuq? Müəllimlər, düz bucaq altında. Yəni şurupu biz yuxarıdan aşağı vururuq, bərkidirik. Yəni düz bucaq altında 90 dərəcə. Bəzən elə düz bucaq verməz, testlərdə 90 dərəcə verər. Təbii ki, götürəcəyik. Yəni burğu ilə
Şurubun başlığı üçün yuvanın hazırlanmasıdır. Bu şəkil 4-də 2 gördüyünüz və orada da göstərir ki, düz bucaq altında, yəni 90 dərəcəlik bucaq altında biz həmin şurubu burub bərkidirik. Və şəkil 5-ə də nəzər yetirsəniz, burada da göstərilib nə ventilyasiyanla şurubun burulması. Bəzən müəllimlər olur ki, karxır bunu götürür mişarlama yeri, amma burada mişarlamalı bir şey yoxdur. Görürsünüz ki, bu şurubdur, bu hissə. Bu da ventilyasiyandır. Ona uyğun ventilyasiyanla şurubun burulması əməliyyatı göstərilib. Daha sonra müəllimlər, biz dedik ki, oduncaqdan olan detalların birləşdirməyin digər biri də yapışqanın sayəsində olurdu. Gəlin onun haqqında da biraz məlumat alaq sizin. Yapışqan birləşməsi oduncaq detallarının əksəriyyətinin yapışqanla birləşdirilməsi demək olar ki, geniş tətbiq edilir. Amma ən etibarlısı desəniz hansıdır? Deyərəm ki, şurubla birləşmədir. Burada da yapışqanlar göstərilib. Ümumiyyətcə, yapışqanlar iki cür olur. Təbii və sintetik. Bəzən olur ki, testlərdə sintetik yerinə gətirib süni verirlər. Onda biz onu götürməyəcəyik. Niyə görə? Çünki yapışqanlar təbii və sintetik olur. Təbii müəyyən demək olar ki, demək nələrdən hazırlanır? Araşdırsanız özünüzdə məlumatınız olacaq. Heyvan buynuzunun müəyyən demək, onların qaynadılması, daha sonra qazanda bir neçə müddət saxlanmasından sonra əldə edilir. Uzun bir prosesdir. Təbii yapışqanlar onların sayəsində alınır. Sintetik yapışqanlara da biz misal olaraq göstərə bilərik. PVA yapışqanı. Bu nədir? Elə testlərdə də bu şəkildə bəzən müəllimləri karıxdırmaq məqsədi ilə salırlar ki, sintetik yapışqanlar demək hansılardır? Biz bilirik ki, sintetik yapışqan burada PVA yapışqandır. Amma onu testlərdə başqa cür gətirib verirlər. Deyirlər ki, təbii yapışqandır PVA, təbii ki, xeyr. Təbii yapışqan deyil. Təbii yapışqanı biz misal olaraq göstərə bilərik. Kazein və xarrat yapışqanlarını. O da qeyd etdiyim kimi uzun bir prosesdən sonra alına bilir. Daha sonra PVA yapışqanı dedik ki, sintetik yapışqandır və qatı maye şəklində olur bu yapışqan və ağ rəngdə olur. Fırçanın köməyi ilə demək, həmin yapışdırılacaq hissəyə çəkilir. Və məktəb emalatxanalarında da ən çox PVA yapışqanlarından istifadə edilir. Ümumiyyətcə deyirsiniz ki, bəlkə digər yapışqanlardan müəllim istifadə etmək olmur? Təbii ki, istifadə etmək olur. Niyə də olmasın? Məktəb emalatxanalarında, baxın burada da qeyd olunub ki, kazein və xarrat yapışqanlarından istifadə edilir. Bəli, istifadə edirik. Kazein yapışqanı isə sarımtıl toz rənglədir. Demək, sarımtıl rəngdədir və bu toz şəklində olur. PVA yapışqanı qatı maye şəklində olurdu və ağ rəngdədir. Kazein isə dedik ki, sarı rəngdədir və toz şəklində olur. Yəni sarımtıl rəngli toz şəklində olur. Və biz bu yapışqandan istifadə edən zaman onu 3-4 saat ərzində nəzərdə tutduğumuz sahəyə çəkməliyik. Bu nədir? Yəni kazein yapışqanının saxlanma müddəti, yəni istifadəyə yararlı müddəti 3-4 saatdır. Yəni 3-4 saat ərzində biz onu müəyyən yerə, nəzər tutduğumuz yerə çəkdik. Çəkmədik, artıq o demək quruyur, bərkiyir, artıq bizim istifadəmizə yararsız vəziyyətə gəlir. Ona görə biz kazein yapışqanı ilə işləyən zaman onu 3-4 saat ərzində istifadə edib qurtarmalıyıq. Daha sonra yapışdırma zamanı müəyyən bir ardıcıllıq var. Onu istəyirəm sizin nəzərinizə çatdırım. Demək, yapışdırmadan əvvəl, birinci yapışdırılmadan öncə biz detalın səthini yonqar tozundan təmizləyirik. Bu nə üçün işə yarayır? İndi birazdan sizə onu izah edəcəm. İlk öncə yapışdırılmadan əvvəl detalların səthi yaxşıca yonqar tozundan və çirkdən təmizlənir. İkinci mərhələmiz gəlir. Yapışqan çəkdikdən sonra onun oduncağa hopması və bərkiməsi üçün 2-3 dəqiqə gözləyib, daha sonra detalları bir-birinə birləşdiririk. Yapışdırılan detalları biz onları sıxac arasında möhkəm sıxıb və tam bərkiyənə qədər saxlayırıq. Quruduqdan sonra isə çıxarırıq. Burada çox qısa bir ardıcıllıq verilib, deməli müəllimlər. İlk öncə biz yapışdırılma əməliyyatını həyata keçirən zaman həmin detalların səthi çirkdən və tozdan təmizlənir. Niyə görə təmizlənir? Ona görə təmizlənir ki, sonradan həmin tozlar qalxıb yapışqanı qoparmasın deyə. Ona görə biz əvvəldən təmizləmə aparırıq. İkinci mərhələ olacaq ki, yapışqanı çirkdən təmizlədik.
Daha doğrusu yapışkanına çəkdikdən sonra onun oduncağı hopması və bərkiməsi üçün 2-3 dəqiqə gözləyirik. 2-3 dəqiqə gözlədikdən sonra detalları bir-birinə yapışdırırıq, birləşdiririk yəni. Daha sonra onu verstakın sıxacları arasında möhkəm sıxırıq və saxlayırıq tam quruyana qədər. Tam quruma müddəti isə 24 saatdır. Olar ki, elə testlərdə düşər. Onun haqqında irəliləyən mövzularda öyrənəcəyik sizinlə. Ona görə istədim elə nəzərinizə çatdırmış olum. Burada da müəllimlər şəkil 6-a baxsanız, 6-ya daha doğrusu, burada göstərilib sıxacın hissələri. Sıxacın hansı hissələri var? Ümumiyyətcə sıxac 3 hissədən təşkil olunub. Sıxacın özü. Düzdür, burada detalları, yapışqanı da göstərilib rəqəmlə. Amma gəlin biz ilk öncə sıxacın hissələri ilə tanış olaq. Deməli, 1 və 2 ilə göstərilən hissələr yapışdırılan detallardır. 3 də yapışqan göstərilib. Bizim sıxacın hissələri isə budur. Sıxacın gövdəsi 4-də göstərilib, daha sonra 5-də göstərilib. Sıxacın vinti və 6-da isə sıxacın dəstəyi göstərilib. Yəni, bizə desə ki, testlərdə sıxac hansı hissələrdən təşkil olunub? Götürəcək gövdə, vint və dəstək. Yəqin ki, aydın oldu. 5-də vinti demək göstərilib, 6-da dəstək və 4-də isə gövdəsi. Yəni, bunu bu şəkildə yadınızda saxlayın. Şəkillərə də diqqət edin. Daha sonra keçək digər hissəyə. Şurupun demək, biz vuran zaman hansı təhlükəsizlik qaydalarına riayət etməliyik? Bunlar haqqında məlumat verilib burada. Gəlin baxaq. Başlığı, yəni dəstəyə etibarlı bərkidilən çəkicidən istifadə edin. Doğru. Çəkiclə işləyən zaman yoldaşınızın arxasında dayanmayın. Bu da doğru bir fikirdir. Şurupun novuna uyğun vint açandan istifadə edin. Bəli. Nov ümumiyyətcə bəzən müəllimlər bilmir nədir. Şurupun başlığında bir hissə olur, çıxıntı, minusla, bir də müsbət işarəsi ilə demək formasında çıxıntılar olur. Bax, ona uyğun biz vint açandan istifadə etməliyik. Bu nov onu nəzərdə tutur. Yəni, şurupun novuna uyğun vint açandan istifadə edilməlidir. Şurupu vuran zaman düz bucaq altında vurmaq lazımdır. Bəli, bayaq qeyd etdim ki, 90 dərəcə bucaq altında vurmaq lazımdır. Və şurupu vurduqdan sonra onu demək, bir də müəllimlər. Şurupu vurduqdan sonra onun səthinə çıxıntılar əmələ gəlir. Deyərdim ki, tilişkələr. Onu əl ilə yoxlamaq olmaz. Sonra şurupu vurduqda onu əl ilə tutmayın. Bəli, deyirsiniz ki, niyə müəllim? Niyə şurupu biz əl ilə tutmuruq? Ustalar həmin burğunun ucuna mismarı yerləşdirib daha sonra şuruplama əməliyyatını aparırlar. Çünki orada onu əl ilə tutmurlar. Həmin direlin burğusu bizim əlimizə zədə yetirə bilər. Bax, bu onun üçün burada onu nəzərdə tutub deyir. Şurupu vurduqdan sonra baxın, bayaq dediyim kimi, onun başlığındakı çıxıntıları əl ilə yoxlamaq olmaz. Bunun üçün sumbata kağızı və yiyənin köməyi ilə təmizlənir həmin hissə. Hissələri yalnız yapışqan ilə yapışdıran zaman altlıq taxta üzərində yapışdıran, doğru. Və yapışqanla işlədikdən sonra əllərinizi yaxşı yuyun və sabunla həmçinin də yumaq lazımdır. Və işdən sonra demək, iş yerini yaxşı yığışdırmaq lazımdır. Deməli, müəllimlər, baxıram, belə başqa bir hissə qalmadı, qeyd etmədiyim. Diqqət edəcəyiniz hissələr, şəkillərdir xüsusilə. Bütün xırdalığına kimi sizə də izah verdim. Həm şuruplama əməliyyatı haqqında danışdıq, həm yapışqan ilə işləmək üçün nələrə diqqət etməliyik, hansı yapışqanlardan harda istifadə etməliyik, onlar haqqında danışdıq. Belə başqa bir məqam qalmadı. Yenə də müəllimlər, özünüz də hər bir xırdalığına kimi diqqət edin. Mən dediyim yerlərə də xüsusilə nəzər yetirin. Hər biriniz uğurlar, hələlik.